Bugün sizə OTK-nın 16 noyabr 2025 tarixində keçirdiyi 10-cu siniflər üçün olan sınaq imtahanının, buraxılış sınaq imtahanının izahını verəcəm. 56-cı sualdan başlayır suallarımız. Choose the line of compound nouns. Mürəkkəb isimlərin sırasını seçməliyik. Bilirik ki, mürəkkəb isimlər iki və daha çox sözün birləşməsindən yaranır. İndi isə baxaq variantlara. A variantında feedback, windmill, networking. Elə doğru cavabımız A variantıdır. Digərləri niyə olmaz ona baxaq. Seaman, uniform, challenge sadə. Picture sadə sözdür. Found, founder düzəltmə isimdir. Y variantında kind, kindness düzəltmə isimdir. Ona görə də bu variantlar olmaz. Doğru cavab A variantı olacaq. 57-də choose the correct pronoun, düzgün əvəzliyi seçməliyik. Baxırıq ki, nöqtələrdən sonra boşluqdur, heç bir isim yoxdur. Həmçinin sonda da bu formadadır. Deməli, bizə hər iki tərəfə müstəqil əvəzlik yerləşdirmək lazımdır. A variantında your yiyəli əvəzliyidir, özündən sonra isim istəyir. Our yiyəli əvəzliyidir, isim istəyir. My isim istəyir. Digər tərəfə baxanda isə digər tərəfdə də bizə müstəqil əvəzlik lazımdır. Burada her olmaz. Ours, theirs bu formada seçməliyik. Doğru cavab C variantı olacaq. 58. Choose the correct variant. Doğru variantı seçməliyik. Fortunately, the earthquake damaged houses. Baxırıq ki, burada sayılan cəm isim var. Deməli, C variantı olmaz. Much sayılmayan isimlərlə işlənir. A lot-un of-u yoxdur. Much more-da sayılmayan, yəni uncountable isimlərlə işlənir. İndi qrammatik baxımdan həm Y variantı, həm də A variantı uyğun gəlir. Çünki hər ikisi özündən sonra cəmdə olan isim ala bilər. Bu zaman biz tərcüməyə baxmalıyıq. Fortunately, the earthquake damaged deyir xoşbəxtlikdən zəlzələ zərər verdi evlərə. Deməli, xoşbəxtlikdən deyirsə daha az evə olmalıdır. Ona görə də a lot of çox deməkdir, götürə bilmərik. Few houses doğru cavab A variantı olacaq. 59. Which word doesn't go with the others? Digərləri ilə getməyən, yəni uyğunlaşmayan söz hansıdır? Baxırıq fox, tülkü, whale, balina, sea lion, dəniz aslanı, dəniz məməlisidir. Ladder, nərdivan, pigeon, göyərçin. Deməli, burada hamısı A, B, Y və C variantları heyvanlardır. Bu isə bir əşyadır, ladder. Ona görə də doğru cavab D variantımız olacaq. Yəni, uyğun gəlməyən, digərlərinə uyğun gəlməyən D variantıdır. Choose the line of nouns. Baxırıq, A variantında ordinary sifət, B variantında sıradan adi deməkdir. B variantında courageous, cəsarətli sifət olmaz. C variantında unnecessary, əhəmiyyətsiz sifətdir, götürə bilmərik. D variantında confidential, məxfi, gizli, ona görə də bu da sifətli götürə bilmərik. Y variantı doğrudur. Relationship, münasibət, library, kitabxana, ability, bacarıq. Y variantı 60-da doğru cavabdır. 61-ə baxırıq. Choose the correct degree of the adjective. Sifətin düzgün dərəcəsini seçməliyik. It is cake that I have ever eaten. İndiyə qədər yediyim ən şirin keks, ən şirin tort deməliyik. Deməli, indi baxırıq. More sweet deyilən bir ifadə yoxdur ümumiyyətlə. Sweet burada uyğun gəlmir, sadə formadadır. Bizə isə üstünlük dərəcəsi lazımdır. Çünki I have ever eaten, indiyə qədər yediyim dediyi üçün sadə istifadə etmək olmaz. B variantında sweetest olardı, amma qarşısında Z artiklı yoxdur, ona görə yanlışdır. A variantında sweeter comparative form, yəni müqayisə dərəcəsidir. Ona görə bunu da götürə bilmərik. Çünki burada zən yox, zətdir, zət. Ona görə də sweetest, ən şirin doğru cavab D variantımız olacaq. 62. Which word fits the following definition? Deməli, hansı verilmiş sözlərdən hansının definitionu? A strong feeling of wanting to have something or wishing for something happen. Deməli, həddən artıq bir şeyin əldə etmək və yaxud da bir şeyin baş verməsinə həddən artıq istəmək hissi. Baxırıq, strength, güc, memory, yaddaş, ability, bacarıq, friendship, dostluq, desire, istəmək, arzulamaq. Deməli, D variantı bizim doğru cavabımız olacaq. Desire, strong feeling of wanting to have something bu formada definitionunu verə bilərik. 63-cü suala baxırıq. 63-də də yenə bizdən doğru cavab istəyir və görürük ki, article sualıdır. The Guinness Book of World Record is nöqtələrdən sonra təkdə olan isim gəlir. Deməli, biz burada article təkdə və sayılan isimdir. Ona görə article yerləşdirməliyik. About amazing things. Burada isə things cəmdədir. Deməli, bura article yerləşdirmək olmaz. In the world. Deyirdik ki, dünyada tək olan
varlıqların qarşısında, məsələn, günəş, ay, yer, bu formalı sözlərin qarşısında the article istifadə edirdik. Deməli, birinci tərəf E, ikinci tərəf boşluq, üçüncü tərəf isə 63-də B variantı bizim doğru cavabımızdır. 64-də baxırıq. 64-də choose the line of adjectives with the same meaning. Same meaning, yəni eyni mənalı, bir növ sinonim olan sözləri seçməliyik. Huge, enormous, hər ikisi doğrudur. Hər ikisi big sözü ilə də eyni vaxtda sinonimdir. Ona görə bu doğru cavabdır. B variantı niyə olmaz? Surprising, təəccübləndirici, exhausted, yorğun, sinonim deyil. Terrible, pleasant, bunlar isə antonimdir, bərbad, xoşa gələn. Important, vacib, furious, əsəbi, olmaz, qəzəbli. Y variantında tired, yorğun, amazing, möhtəşəm olmaz. Deməli, doğru cavab A variantıdır. Eyni mənalı sözləri seçmək lazım idi. 65-də choose the correct variant, yenə də bizdən doğru cavab istəyir. Hurry up, tell us we don't have time to arrive at the concert. Konsertə çatmağa yəni az vaxtımız var. Yəni çox vaxtımız yoxdur. Bunu demək istəyir. Bilirik ki, time sözü zaman, vaxt mənasında sayılmayan isimdir və sayılmayan ismin qarşısında few, a lotun onsuz da ofu yoxdur. A few və yaxud da many istifadə etmək olmaz. Doğru cavab Y, much. Much time, much özündən sonra sayılmayan isim götürür. Buna görə də doğru cavabımız Y variantı olacaq. 66. Definition testidir. Yəni sözləri mənalarına görə uyğunlaşdırmalıyıq. Birincidə motivate, motivasiya etmək, disagree, razılaşmamaq, improve, təkmilləşdirmək, inkişaf etmək, etdirmək. İndi baxırıq. To make something better, təbii ki, bu inkişaf etdirməyə uyğun gələr, 3A. To have a different opinion from someone else, kimlənsə fərqli fikirlərə sahib olmaq, təbii ki, bu olacaq B variantı. B variantı. C variantına baxırıq. To make someone want to achieve a goal, kimisə öz hədəflərinə çatmağa həvəsləndirmək, ruhlandırmaq, bizdə də olacaq motivate. Deməli, C 1C, 2B, 3A. Deməli, baxırıq hansı variant uyğun gəlir. B variantı. 66-da B variantı doğru cavabdır. 67-yə baxırıq. 67-də isə baxırıq ki, yenə də bizdən doğru cavab istəyir. Burada isə yiyəlik hal mövzusuna uyğun sualdır. Baxırıq, the postman's bags. Təbii ki, bu cür yiyəlik hala düşməsi yanlışdır. Çünki sonu mən sözü ilə bitən sözlərdə, yəni biz bu formada cəmləyirik. Mən olur bizdə men və bu formada da yiyəlik hala düşür. Burada isə men's formasında yazıldığı üçün yanlışdır. 2-də the oxen's noise. Bilirik ki, qaydasız isimlər ox bu formada yiyəlik hala düşür və oxen's noise 2 doğrudur. 3-ə baxırıq, the white scar. Bilirik ki, soyadların qarşısında z artiklı gələn zaman burada s-i ondan ayırmaq olmaz. Yəni, bizdə olmalıydı bu formada. Yəni, S ora bitişik və sadəcə apostrof vasitəsilə yiyəlik hala düşməliydi. Burada isə görürük ki, C variantında ayrılıb, ona görə də yanlışdır. 4-cüyə baxırıq, 2 weeks vacation. Burada 2, week sözü cəmlənib, sadəcə apostrof qoyulub, doğrudur. A few days journey isə a few-dan sonra cəm isim olmalıydı. Burada day səhvdir, yəni tək verilib, ona görə səhvdir. Days bu formada apostrof olmalıydı. Ona görə də bu yanlışdır. 2-4 doğru cavabımız D variantı 67-də doğru cavabdır. 68-ə baxırıq. Yenə də bizdən doğru cümlələri istəyir. Baxaq. Taking care of the old is very important. Qocaların qayğısına qalmaq vacibdir. Burada qocalar cəmdə olsa da, bilirik ki, cümləmiz gerundla başladığı zaman xəbərimiz təkdə olmalıdır. Is very, düzdür. Deməli, 1 doğrudur. 2. Reading a lot of books are very useful for the children. Faydalıdır çox kitab oxumaq uşaqlar üçün. Burada books cəmdə olsa belə, biz baxırıq ki, cümləmiz reading, yəni gerundla başlayır. Ona görə are olması yanlışdır. Yəni 2 səhvdir burada. 3-ə making sand sculptures is my hobby. Yenə də 3-də də baxırıq ki, making gerundla başlayır və xəbər təkdədir. Deməli 3 doğrudur. 4-də baxırıq how many loaves of bread was eaten by the child. Burada was yox, were olmalıydı. Nəyə görə? Çünki oflu ifadələrdə biz ofdan əvvələ baxmalıyıq. Burada isə loaf yox, loaves'dır. Yəni cəmdədir. Ona görə də burada were olmalıydı. 4-də yanlışdır. 1, 3, 68-də doğru cavabdır.
69-cu suala baxırıq. Burada isə qısa mətnlər verilib. Qısa mətnləri oxumaq və düzgün cümlələri seçməliyik. Oxuyaq. Welcome to the Grand Hotel. Grand Hotel'ə xoş gəlmisiniz. Breakfast is served from 7 a.m. to 10 a.m. in the dining room. Yemək otağında səhər yeməyi 7-dən 10-a qədər səhər vaxtı verilir. Please check out by 12 p.m. Saat 12-yə qədər çıxış edin. If you need towels or soap, please call the reception. Əgər dəsmala və yaxud da sabuna ehtiyacınız olarsa resepsiona zəng edin. Book lovers can use the small library at the entrance. Girişdəki kitab sevərlər girişdəki kiçik kitabxanadan istifadə edə bilərlər. The library also has a small cafe serving free coffee after midnight. Deməli kitabxananın həmçinin pulsuz kofe təklif edən xidməti var. Yəni pulsuz kofe xidməti göstərən kafesi var, amma axşamdan, gecə yarısından sonra. İndi baxaq ki, bizdən variantlarda nə verilib. Yazılıb ki, A variantında free coffee is offered early in the morning. Səhər erkəndən verilir. Xeyr, burada deyir ki, after midnight. Ona görə də bu yanlışdır. B variantında deyir, a small cafe is situated near the dining room. Yaxınlığında yerləşir dining room. Amma burada isə deyir ki, həmin bu kiçik kafe yerləşir kitabxanada. Ona görə də bu da yanlışdır. Sonra the reception is only. Həmişə bu only olan sözlərdə diqqətli olun. Yəni daha çox o cavablar adətən səhv götürülür, amma yenə də təbii ki, cavaba baxmaq lazımdır. The reception is only responsible for checking out. Təbii ki, bu yanlışdır. Çünki burada deyir ki, əgər dəsmala, sabuna da ehtiyacınız olarsa, receptionla əlaqə saxlaya bilərsiniz. Burada isə deyir ki, reception sadəcə check outla məhsuldur. Ona görə də bu da yanlışdır. D variantında isə deyir ki, breakfast is served for an hour in the dining room. Səhər yeməyi 1 saatlıq yemək otağında xidmət göstərir, verilir. Burada isə baxırıq ki, 7-dən 10-a qədərdir. Deməli 3 saatdır. Ona görə də bu da yanlışdır. Y variantında you can read books at the hotel library. Siz otelin kitabxanasında kitab oxuya bilərsiniz. Bəli, burada görürük ki, book lovers can use the small library at the entrance. Deməli Y variantı 69-da doğru cavabdır. 70. 70-ə baxaq. Dear guests, hörmətli qonaqlar, əziz qonaqlar, the movie will begin this Saturday at 6 p.m. Kino bu 6-cı gün saat 6-da başlayacaq. You can buy tickets online. Biletləri online ala bilərsiniz. Please turn off your phones before the movie starts. Film başlamamışdan öncə telefonlarınızı söndürün. Children under the age of 14 are not allowed. İcazə verilmir. 14 yaşdan aşağı uşaqlara icazə verilmir. İndi baxırıq. A variantında deyir ki, the film will be shown this weekend. Weekend həftə sonudur və biz bilirik ki, həftə sonu deyəndə Saturday and Sunday nəzərdə tutulur, yəni 6 bazar. Və burada da görürük ki, burada deyir ki, 6-cı gün. Deməli, A variantını biz doğru hesab edə bilərik. Digər variantlara da baxaq. You don't need any tickets. Yəni biletə ehtiyacınız yoxdur. Əksinə burada deyir ki, siz biletləri online ala bilərsiniz. Ona görə bu yanlışdır. It is not necessary to turn off mobile phones. Əslində deyir ki, burada baxın, turn off your phones before the movie starts. Film başlamamışdan öncə telefonları söndürün. The movie is available only for the children. Yalnız uşaqlar üçündürmü? Xeyr, əksinə deyir ki, 14 yaşdan aşağı uşaqlara icazə verilmir. Ona görə bu da yanlışdır. The movie will start at 6 a.m. 6-da, səhər 6-da başlayacaq. Burada isə elə demir, əksinə p.m.dir. Ona görə də doğru cavabımız A-dır 70-də. 71-ə baxaq. Dear students, əziz şagirdlər, the school trip will be held next Monday. Deməli, məktəb gəzintisi növbəti həftə baş tutacaq. No food will be served. Yəni, yemək verilməyəcək. Please bring your lunch. Yəni, öz yeməyinizi və suyunuzu gətirin. The bus leaves at 7 o'clock in the morning. Səhər saat 7-də avtobus çıxacaq. Next stop, növbəti dayanacaq isə 2 saat sonra olacaq. If you can't attend, inform your principal at least 1 hour earlier. Yəni, əgər qoşula bilməyəcəksinizsə, iştirak edə bilməyəcəksinizsə, ən azı 1 saat qabaqdan öz başçınızı, direktorunuzu məlumatlandırın. İndi baxaq variantlara. The students who can't participate will get an extra trip. Biz mətndə belə bir şey görmədik ki, kim iştirak edə bilməsə, qoşula bilməsə, əlavə gediş əldə eləyəcək, gəzinti əldə eləyəcək. Belə bir şey yoxdur. Əksinə deyir ki, sadəcə qoşula bilməsəz, ən azı 1 saat qabaq xəbərdar edin. The bus will stop in half an hour. Burada isə baxırıq ki, 2 saat sonra deyir. Ona görə bu yanlışdır. The bus will leave at 7 o'clock in the evening. Burada in the evening deyir, amma biz baxırıq ki, burada in the morningdir. Ona görə bu da yanlışdır. D variantında the students have to bring their food themselves. Bunu saxlayaq.
Y variantında participants will be offered a lot of food. İştirakçılara təklif ediləcək çoxlu qida yemək. Bu yanlışdır. Əksinə deyir ki, no food will be served. Ona görə də D variantı bizdə 71-də doğrudur. The students have to bring their food themselves. Uşaqlar, yəni şagirdlər öz yeməklərini özləri gətirməlidirlər. D variantı 71-də doğrudur. İndi isə 72-ci suala baxırıq. Baxırıq ki, burada readingdir, yəni oxu testidir. Ümumiyyətlə, readingi etməmişdən öncə bir dənə sualları hər zaman gözünüzdən keçirdin ki, yəni baxın ki, mətndə siz nəyə cavab axtaracaqsınız. Yəni vaxtınız çox getməsin deyə, tez-tez oxuyub cavab yaza biləsiniz deyə mətndir, dinləmədir, qısa short tekstlərdir və yaxud da belə uzun tekstlərdir. Onları oxumamışdan qabaq ilk öncə sualları göz önündən keçirmək lazımdır. Mən teksti ekrana yerləşdirirəm. Siz pauza edib istəsəz özünüz oxuya bilərsiniz. İndi isə mən sualları izah edəcəm sizə. 72-ci suala baxırıq. Deyir ki, photo was presented to Berlin Zoo by. İndi baxırıq. Sailors from France, people looking after animals. Demək, 72-də doğru cavabımız bizim olacaq D variantı. A woman selling animals. Deməli, həmin bu foto gətirilib Berlin zooparkına heyvan satışı ilə məşğul olan qadın tərəfindən. Biz bunu hardan bilirik? Baxın, burada deyir ki, later a woman who traded animals bought photo and gave her to Berlin Zoo. Bax, bu cümləyə görə biz deyirik ki, həmin qadın, həmin bu Berlin Zooya, yəni Berlin zooparkına bu qorillanı gətirib. 72-də D variantı doğrudur. 73-ə baxırıq. Yenə də bizdən doğru cavab istəyir. What is Fatah's favorite activity each day? Gündəlik onun ən sevimli fəaliyyəti hansıdır? Burada doğru cavabımız climbing trees olacaq. Nəyə görə? Baxın, burada baxaq, variantlar içərisində var. Okay, Fatah's favorite daily activity is climbing trees. Yəni ağaca dırmaşmaq onun sevimli fəaliyyətidir, məşğuliyyətidir. 74-də isə the passage is mainly about, ən çox bəzən deyək belə deyək, şagirdlər bunu səhv yazırlar. Mətn nə haqqındadır deyəndə əsasən mətn nəyin üzərində qurulubsa o cavabı seçmək lazımdır. Burada gördüyünüz bütün cavablar, bütün bu sözlərin hər biri mətndə var. Bu o demək deyil ki, hamısına aiddir. Yəni biz mətnə baxsaq, burada doğru cavabımız the oldest gorilla in the world. Bax, doğru cavab budur. Nəyə görə? İndi mən sizə onu deyəcəm. Baxın, mətni oxusanız görəcəksiniz ki, bir meymun haqqındadır, yəni bir qorilla haqqındadır ki, hansı ki onun doğulmağından, gətirib satılmağından, gətirib zooparka çatdırılmasından və onun orada yaşadığı həyatdan danışır. Deməli, baxın, elə birinci cümlədə də deyir ki, the world's oldest living gorilla is named Fato. Dünyadakı ən yaşlı yaşayan qorillanın adı Fatodur. Deməli, buna görə də burada sırf əsas qorilla üzərində qurulub mətn, ona görə də siz diqqət eləməlisiniz ki, burada okay, African sailors, dənizçilər, Afrika dənizçilərinin adı keçir, amma bu o haqda, tamamilə onlar haqqında deyil və yaxud da sırf Berlindəki, Almaniyada olan Berlin zooparkı və yaxud da heyvanları qorumaq üsulları, Afrikada yaşayan qorillalar haqqında deyil, sırf dünyadakı ən yaşlı qorilla haqqındadır. Mətni oxuyanda özünüzdə görəcəksiniz. Sonra 75-də isə deyir ki, yenə bizdən true, yəni doğru cümləni seçməyimizi istəyir. 75-də baxaq, there are too many gorillas of this species in the world. Yəni bu qorillaların çox növləri var dünyada. Bu yanlışdır. Ona görə ki, burada deyir ki, this species of gorillas is endangered. Yəni təhlükə altındadılar. Ona görə o yanlışdır o cavab. Fato doesn't like her life in the zoo. Bu da yanlışdır. Çünki biz mətni oxuyanda görürük ki, burada deyir ki, despite her age, Fato still enjoys life. She rests a lot, moves slowly and loves to observe other gorillas. Ona görə də biz başa düşürük ki, bu formada, yəni buradakı mətnə əsasən bu qorilla həyatından məmnundur, yəni narazı deyil. Daha sonra C variantı qalsın. A sailor presented Fato to the zoo in Berlin. Biz bundan əvvəlki sualda da gördük ki, heyvan satışı ilə məşğul olan qadın gətirmişdi həmin o qorillanı zooparka. Ona görə yanlışdır. Y variantında strong animals don't need any protection. Təbii ki, bu yanlışdır. Güclü heyvanların qorunmağa ehtiyacı yoxdur demək yanlış bir ifadədir. Elə mətnə əsasən də C variantı it's important to take care of animals. C variantı doğrudur. Siz mətni oxusanız da görəcəksiniz ki, orada o qorillanın necə qayğısına qalırlar və o nə qədər yaşlı da olsa, necə güclüdür, necə özünü xoşbəxt hiss edir. Ona görə də C variantını biz doğru cavab kimi götürürük. 76-da
Which statements are false? Bax, yanlış olan istəyir bizdən. Burada yanlış deyirsə, siz diqqət edin ki, mətndə əgər mətnə aid doğru bir cavab verilibsə, biz onu götürmürük. Yanlış, hansı ki mətnin əksinə, ziddinə olan bir cavabı götürməliyik. Baxırıq, deyir ki, the photo is old, she is not weak. Baxmayaraq ki, foto yaşlıdır, o zəif deyil. Bəli, mətndə də onsuz da burada biz görürük ki, mətnimizdə burada deyir ki, baxsaq, photo is a strong and amazing gorilla. Ona görə də strong, yəni güclü, görürsüz, yaşlı da olsa güclü olduğunu burada vurğulayır. Burada isə deyir ki, weak, zəif deyil. Deməli, bu doğrudur. Biz bunu götürməyəcək. Bizə bu cümlə lazım deyil. Çünki bizə mətndə mətnin ziddinə olan bir cümlə lazımdır. Sonra deyir, very few visitors come to see photo in the zoo. Təbii ki, bu da yanlışdır. Yox, very few deyir. Orada isə mətndə çox deyir. Burada very few daha az, yəni çox az gələnlər, çox az ziyarətçilər gəlirlər həmin zooparkda bu qorillanı görməyə. Bəli, bu yanlışdır. Nəyə görə? Çünki mətndə deyir ki, biz mətni oxusaq görürük ki, mətndə deyir ki, daha çox gəlir insanlar. Bir saniyə buranı silək, göstərim sizə. Burada isə deyir ki, many people, baxın deyir, many people come to the zoo just for her. Yəni many people deyir, orada isə very few deyir. Ona görə də həmin cavabımız yanlışdır. Və deməli bizə false lazımdır. Cavabımızın biri bu olacaq. Yəni 2. Photo has been living in Berlin zoo since her birth. Bu yanlışdır. Çünki biz dedik ki, heyvan satan bir qadın tərəfindən sonradan gətirilmişdi. Yəni bu da false'dur. Deməli bizdə 2, 3. Bir də baxırıq, the world's oldest gorilla was born in 1950s. Yəni dünyanın ən yaşlı gorillası 1950-ci illərdə doğulmuşdu. İndi baxaq bura. Baxırıq 1957-ci ildə. Bəli, 1950 demir, baxın 57-də doğulub. Burada isə görürsüz, deyir ki, 50-ci illərdə. Bəli, təbii ki, o da 50-ci illərə aid olduğuna görə bu da true'dur. Bunu götürmürük. Doğru cavabımız 76-da 2 və 3 olacaq.